Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetinin rektoru Akademik Kamal Abdullahın qərarına əsasən 2016-2017-ci tədris ilinin yay məktəbi ödənişsiz əsaslarla təşkil edilib. Məktəbin ödənişsiz təşkili tələbələrin kredit borclarının rahat, əlverişli və dinamik şəkildə ödənməsinə təkan verəcək. Bütün həyata keçirilən yeniliklərə tələbələrin münasibətini öyrənməyə çalışdıq. Əlbəttə ki, bu tələbələr üçün böyük bir fürsətdir. Əllərində olan akademik borcları aradan qaldırmaq üçün. Yeni rektorumuz Kamal müəllimə də buradan təşəkkürlərimizi bildiririk, sağ olsun. Tələbələrə çox böyük kömək oldu bunun verdiyi imkan. Yay məktəbinin ödənişsiz olmağı həqiqətən hamıya sərfəlidir. Çünki məsələn elə uşaqlar var ki, ən azı ödənişlərdən çətinlik çəkirdi də. Yəni ödənişsiz olandan sonra istər-istəməz hamıya sərf elədi. Ən azı özümün də belə gəldim 2 fəndən kəsirə yazıldım. Yəni çox sərf elədi hamıya. Fərqi yoxdur, təhsil alacaqsınız, kəsirlərimiz düzəlsin. Yəni gəlib oxuyuruq rahat da, heç bir çətinliyimiz də yoxdur. Yəni müəllimlər özləri də hər zətdən kömək edirlər bizə. Yay məktəbinin ödənişsiz olmasının faydası bizə belə yaxşıdır ki, həm ödənişsizdir, yəni tələbələrin daha da marağı artır, yəni kəsirlərini bağlamağa, hətta yəni onlarda xeyri var ki, yəni bizə də xeyri odur ki, yəni kəsirdən canımız qurtulur, düzü. Yəni universitetimizdə belə bir şey yox idi, yəni olması bizi daha çox sevindirdi, yəni. Az təminatlı ailələrə xeyri var, yəni insanlarda kəsir yadır, tələbələrdə və pul olmadığını deyə görə belə deyə kəsir otura bilmirlər, amma bu xeyri ondadır ki, pulsuz olması tələbələrin rahat kəsirdə oturmasını təmin edir, yəni yüksək avantajı var, belə deyə bilərəm. Mən özüm də oturmuşam, yəni yaxşıdır məncə, alt qrupların da belə olmasını istəyərdim ki, yəni alt qruplara oturmaq da pulsuz olsun və kəsirlərimizi rahat bağlaya bilək. Yay məktəbinin ödənişsiz olmağı bütün tələbələrin kəsirlərinin daha da azaldılmasını, daha rahat davam etmələrinə kömək eləyəcək məncə universitetdə. Yəni narahatçılıq qalmayacaq oraylarında. Əvvəla yəni Kamal müəllimə təşəkkür edirik ki, tələbələr üçün bu gözəl şansı yaradıb. Yəni tələbələr üçün təbii ki, yaxşı bir şeydir. Həm pulsuz olmağı, tələbələrin çox gəlməyi, dərslərimiz də yəni çox yaxşı keçilir. Yəni adi semestrlardan heç fərqlənmir. Tələbələr də davamiyyəti də yaxşıdır. Yəni yararlanmağa çalışırıq. Kəsirlərimiz qalmasın növbət semestrlara. Yay məktəbinin ödənişsiz olmağı əslində çox düzgün verilmiş qərardır. Çünki hörmətli rektorumuz Kamal müəllim özü də bunun səbəblərini açıqlamışdı. Yəni bildirmiş ki, yay məktəbinin təkcə tələbələr yox, həm də müəllimlərin belə deyək də özlərini doğrultması üçün bir fürsətdir. Yəni ödənişsiz olmağı tələbələr üçün əlbəttə ən böyük fürsətlərdən biridir ki, nəticəsi də göz qabağındadır ki, həqiqətən digər illərə nisbətdə daha çox tələbə yay məktəbinə qeydiyyatdan keçir. Yay məktəbinin ödənişsiz olması bizim üçün çox sərfəli oldu. İndiyə qədər bizim universitetimizdə belə bir praktika yox idi. Bu il tətbiq olundu və bizə çox sərfəlidir. Tələbələrdən köhnə semestrdən çoxlu kəsirləri varsa, yəni onlar üçün daha da faydalıdır. Bir çox kəsirlərini yay məktəbində ödənişsiz bağlatdırma, ödənişsiz dərslərə gəlib oxumaları daha da onlara faydalıdır. Digər məktəblərdə belə bir şey olmuyor. Yəni birinci səfər bizim məktəbdə tətbiq olunmağı üçün bu bizim məktəbə daha çox stimul verir. İndi əsasən abituriyentlərin seçimi belə deyək, hansı məktəb, hansı universiteti seçməyi maraqlıdır. Mən belə deyim də, özüm universitetə hansı işdən qorxmum yoxdur. Amma sadəcə olaraq yəni, onlara bir məsləhət görürəm ki, bizim universiteti seçsinlər və bu onlar üçün belə demək, öz yaxşı perspektivini zaman gəlir göstərəcək. Necə ki, mən seçdim və öz seçimimdə bir daha yanılmadığımı gördüm, İnşallah onlar da görəcək. Yay məktəbinin bizə faydası odur ki, həm 2 fəndən kəsirlərimiz bağlanacaq, həm də yeni tanışlıqlar, yeni uşaqlar, tələbələr tanıyırıq. Digər universitetlərdən də bura yazılanlar çox olduğuna görə həm bu universitetdən, həm də digər universitetlərdən yeni insanlar tanıyırıq. Həmçinin yeniliklərdən biri də yay məktəbində bu ildən etibarən qeydiyyatın onlayn qaydada aparılmasıdır. Onlayn qeydiyyatın əhəmiyyəti odur ki, yəni tələbələr universitetə gəlmədən olduqları yerdə internet vasitəsilə qeydiyyatdan keçirlər. Bu da onların qeydiyyatdan keçməyini asanlaşdırır. Həm də ki, dərsə belə deyək, dərs prosesinin, qeydiyyat prosesini daha da rahatlaşdırır. Yəni tələbələrə böyük üstünlüyü oldu bu onlayn qeydiyyatın. Yəni tanıdığım bir neçə tələbə onlayn qeydiyyatdan keçərək yay məktəbinə yazıldı. Onlayn qeydiyyatın əhəmiyyəti odur ki, məsəl üçün, əgər hər hansı bir bölgədə yaşayırsa və yaxud istirahətə gedibsə, Bakıya gələ bilmirsə, oradan rahat şəkildə telefon vasitəsilə və yaxud kompüter vasitəsilə qeydiyyatdan keçə bilərlər. Amma yəni, bir də universitetə gəlmək, vaxt itirmək, yəni onlar üçün biraz çətin ola bilərdi. Yəni, bu belə olması yəni, həm müəllimlərin, həm də ki, uşaqların işini rahatlaşdırdı demək olar ki. Onlayn qeydiyyatın əhəmiyyəti yəqin olar ki, rayondan gələn uşaqlar üçün yaxşı olar ki, oradan keçərlər, bir də gəl-get olmaz yəni.